Kofi vereyim. Biz alacak olalım. Cuna nerede mi? Direkt götürdüm imamın sesini adamla ilgili 11'de olsaydı hiç kim yoktu. Yo 11 demişler. Onda ona göre bir Olsa hiç kim yok oydu. Olsa. Tədbirimizin İsmail Uşaqlar Dəstək Mərkəzi adından sənəni salamlayıram. Mən istərdim ki, mərkəzimiz haqqında qısa məlumat verim. İsmail Uşaqlar Dəstək Mərkəzi Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir. Bizim mərkəzimiz artıq 15 ildir ki, Lətifə xanım idarəçiliyi ilə öz fəaliyyətini davam etdirir. Burada əyləşən qonaqların bəlkə də əksəriyyəti bilir mərkəzimizin fəaliyyət haqqında, amma yenə də qısa bir xatırlatma edim ki, mərkəzimiz əsasən 3 istiqamətdə öz fəaliyyətini davam etdirir. Ailələr vərdiş, maariflərimizin həddində və göstərdiyimiz xidmətlər. Biz mərkəz olaraq, belə deyək, davamlı müxtəlif nəinki rayonun özündə, nəinki mərkəzimizdə, müxtəlif kənd və qəsəbələrdə maariflərimizin tədbirlər həyata keçiririk. Ancaq bu gün bizim tədbirimiz, daha doğrusu qonaqlarımızın tədbiridir və mövzumuz isə, belə deyək, mədəni abidələrin turizm potensialının təşviqi ilə bağlıdır. Buyurun. İstəyirsiniz, deyə bilərsiniz. Bəli, biz belə deyək də, bizim qəhrəman şəhərlərimizin hər zaman tədbirimizin əvvəlində biz bir dəqiqəli sükut namazları yad edirik. Şahın mədəni təşviqi ilə bir dəqiqəli sükut şəhidlərimizə rəhmət eləsin, rəhmət olsun. Bizim bilirsiniz ki, 2026-cı il şəhər salma və mimarlıq ilidir və bu mövzu ilə də bağlı biz dəfələrlə tədbirlər həyata keçmişik mərkəz olaraq. Və bu yaxınlarda da, belə deyək, qısa bir özət keçim, biz şəhər məktəblərinin birində şagirdlərimizlə bizim bölgə adında tədbir keçirdik və məqsədimiz orada öz şagirdlərimizin rayonumuzu nə dərəcədə tanıdığını bilməkdir və bizi nəticələr çox sevinirdi. Uşaqlarımız, şagirdlərimiz həmin tədbirdə çox aktiv idilər. Çünki İsmaildə özünüz bildiyiniz kimi turizm şəhəridir və burada bizim çoxlu qonaqlarımız olur və hər bir vətəndaşının da borcudur ki, öz rayonumuzu tanısın. Çünki birinci növbədə biz öz vətənimizin, öz yaşadığımız yeri tanımalıyıq ki, daha sonra onu qoruyaq. Çünki bilirik ki, bizim daim düşmənlərimiz deyək, bizim istər mətbəximizə, istər geyimimizə, istər vətənimizin bütün sahələrinə əl tuta bilirlər. Ona görə də Azərbaycan hər bir vətəndaşının borcudur ki, öz vətənini tanısın, öz tarix abidələrini tanısın və tanımaqla yanaşı onu qorumağı bacarsın. Bizim belə məhz bugünkü qonağımız Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyin sədri Şahin Qədirovdur və biz istərdik ki, gələcəkdə ilə Şahin bəy sizinlə əməkdaşlıq edək, bu tür tədbirlərin həyata keçirilməsi hər birimiz üçün xoş olar. Tədbirimizə uğurlar həm söyləyirəm, diqqətiniz üçün təşəkkürlər. Buyurun Şahin bəy. Təşəkkür edirəm Kəmal xanım. Bizə bu gözəl mərkəzimizdə şərəf yaratdığınıza görə rəhbərliyə sizə təşəkkür edirəm. Xüsusən Səadət xanımın icra hakimiyyətində nümayəndəsi Səadət xanımına təşəkkür edirəm. İlk öncə mən sizə bizim təşkilatımız haqqında məlumat vermək istəyirəm. Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyi 2009-cu ildə təsis edilib, 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Təşkilatımızın məqsədi maddi, mədəni, mənəvi dəyərlərimizi ölkəmizdə və xarici dövlətlərdə təbliğ etməkdir. Biz yarandığımız gündən ölkəmizin bütün bölgələrində layihələr həyata keçirmişik.
Orta Asiyada, Türkiyədə, Avropada bizim təşkilat öz fəaliyyətini mədəniyyətimizin təbliği istiqamətində aparır. Eyni zamanda beynəlxalq tədbirlərdə də bizim təşkilat fəaldır. Bundan öncə biz yeniyetmə və gənclərin, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması sahəsində layihə icra elədik ötən il. Bu bizim hər layihədə biz yeni istedadlı gəncləri üzə çıxartmışıq və hazırda həmin gənclər ölkəmizdə artıq tanınanlar var. Hələ təşkilatımız ilk yarandığı gündən bizim istiqamət verdiyimiz gənclər var ki, artıq mədəniyyətimizdə xüsusi bir ada layiqdirlər. Bugün xalq arası daşıyanlar var, universitetlərdə təhsil alanlar var, xarici ölkələrdə təhsil alanlar var. Belə ki, yəni bizim əsas məqsədimiz insanlarımızı istedaddan üzə çıxartmaqla bərabər eyni zamanda tarixi abidələrimizin dünyaya tanıdılmasıdır. Siz özünüz gözəl bilirsiniz ki, 30 il bizim torpaqlarımız düşmən torpağı altında qaldı. Qarabağ o qədər zəngin torpağa malik idi ki, zəngin mədəniyyətə malik idi ki, düşmən nə qədər çalışsa da bizim mədəni irsimiz olan o qədim tarix torpaqlarımızı özünüzləşdirə bilmədi. Çünki orada Züheyr Hacıbəyov, Əhməd Ağaoğlu, Pənah xan saymaqla bitməz, Qasım bəy Zaki, Natəvan, yəni bunu saymaqla bitirmək olmaz və bütün dünyada ermənilərin iddialarını qəbul edəmədi. Buna görə bizim mədəniyyətimiz o qədər zəngindir ki, biz bu irsimizi davam elətdirməliyik, bu zənginliyi qoruyub saxlamalıyıq. Çünki mədəniyyəti, böyük tarixi mədəniyyəti olmayan xalqları yer üzündən silmək daha asan olur. Mən özüm haqqında bir neçə kəlmə də əlavə edeyim ki, mən Laçın rayonunda doğmuşam, Baş şəhərində orta məktəbi bitirmişəm. Rusiyada hərbi xidmətdə olmuşam, qayıtdıqdan sonra universitetə daxil olub və orada 92-ci ildə Könül Qarabağ Birliyinin döyüşlərdə iştirak eləmişəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm 2001-ci ildən. Bu Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin yaranışından öncə biz Qaçqın və Məcburi Köçkün Kəslər Təşkilatı yaratmışıq. Həmin təşkilatı biz o vaxt milli liderimiz Heydər Əliyevin öz imzası ilə dövlət qeydiyyatını aldırmışıq. Uzun illər məcburi köçkünlərin həm təhsil haqqından azad olması ilə bağlı olan, təhsilinə bağlı bütün sahələrdə biz məcburi köçkünlərə dəstək olmuşuq. Sonradan bu Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin xətti ilə artıq biz mən rəhbəri olaraq bu layihələri icra edirəm. Bugünkü layihəmizlə bağlı da əlavə qeyd edeyim ki, bizim ölkəmizə hər yerdən hər il turist axını olur. Burada görürsən ki, bəzi qeyri-hökumət təşkilatları da var ki, doğrudan da bunlar çalışır ki, mədəniyyətimizi dünyaya yaysın, təbliğ eləsin. Azərbaycandan müxtəlif ölkələrə 5 nəfər, 10 nəfər gedib hansısa bir mərkəzlərdə plakatlarla göstərirlər ki, yəni biz azad tarixi, bizim qalalarımızı, Şəkixan sarayını, İsmaildə yəqin ki, mən görəndə Cavanşirin də qalası burada yerləşir, tarixi yerimizdir. Yəni bunu göstərirlər şəkillər üzərində. Biz belə qərara gəldik ki, elə turistlər Azərbaycana gəlmişkən, biz elə bir ideoloji iş aparaq ki, onlar bura gəldiyi əhalimiz arasında, biz sizin aranızda bu işləri aparaq ki, gələn turistlər arasında biz təbliğat aparaq. Və artıq əlavə xərc çəkib o hansısa bir ölkəyə getməkdənsə, 5-10 nəfərlə elə bura gələn turistlər arasında biz müxtəlif broşuraları təşkil edə bilərik. Onlara canlı hər birimiz vətənimiz haqqında məlumatlar da verə bilərik. Tarixi abidələrimizlə bağlı hər bir Azərbaycan vətəndaşı, mən deyərəm ki, öz vətən torpağının mədəniyyət işçisi olmalıdır, təbliğatçısı olmalıdır. Bu xətt üzrə mən bilirəm ki, ölkəmizdə də Mədəniyyət Nazirliyimiz bu sahədə də xeyli işlər görür. Mədəniyyət Nazirliyi ilə mən özüm çox sıx əlaqədə olmuşam.
2023-cü ilə qədər Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri müavini olmuşam. Əvvəl Anar müəllimlə işləmişik, sonra da Adil müəllim gəldi, Adil müəllimlə işlədik. Demək olar ki, Azərbaycanda bir neçə yer Sumqayıtda, Qubada biz böyük tədbirlər həyata keçirdik. İstedadlı gənc şairlərin müsabiqəsini keçirdik, onların maddi məbləğlə təbrik etdik. Sonra Sumqayıtda xüsusi dinləmələr keçirdik. Yəni bu sahədə əlavə olaraq özəl teatrlar arasında biz görüşlər keçirdik, teatrlar təşkil elədik. Sonra Üzeyir Hacıbəy yolunun sonra onların yubileyini təşkil elədik. Rəşid Behbudov adına Mahnı Teatrında özəl teatrların müsabiqəsini təşkil elədik. Yəni 2 il ərzində biz bu qədər lazım işlər gördük. Demək olar ki, elə nazirliklə biz paralel bu işləri apardıq. Yəni, mən istəyirəm ki, biz bugün söhbətimiz əsnasında sizi maraqlandıran məsələləri də qaldıraq. Bəlkə sizə hansısa bir işlərinizdə bu işləri apararkən nəsə mane olan məsələlər də var. Ya sonra uğurlu işlərinizi biz bilək aparaq. Bunun çəkilişləri də var ki, mən bu çəkilişləri qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təqdim edəcəm. Məlumuz olsun ki, elə bizim sizlə görüşümüzün baş tutmasına şərait yaradan qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Mən Tural müəllimə də, Aydın xanıma da təşəkkürümü bildirirəm ki, bizim bugün sizlə görüşümüzün təşkil olmasına bizə maddi dəstək oldular. Sizin də elə bir proyektləriniz olarsa, mədəniyyətlə bağlı, bu yerlərdə hansı tarixi abidələrin bərpası ilə bağlı, o vaxt biz məsələlər qaldırmışdıq. Bu Bakıda bəzi qədim hamamların dağılması prosesi var idi, biz o məsələni qaldırdıq. Bir sahibkar gəlir, qədim 500 il bundan qabaq olan bir hamamı hasarlayıb, özü orada nəsə yaratmaq istəyir. Yəni bu tarixi abidələr elə bir məsələdir ki, burada bu heç bir maddi dəyəri yoxdur. Bu əvəzsiz bir dəyərdir. Qarabağda olan hadisələrdə onu göstərdi ki, bu tarixi abidələrin maddi dəyəri yoxdur. Həddindən artıq dəyərlidir ki, buna dəyər vermək özüsü yoxdur. Ona görə də burada da belə yerlər varsa, biz məsələnin siyasını götürək, lazımı Mədəniyyət Nazirliyinə də təqdim edək. Mən özüm də tez-tez Mədəniyyət Nazirliyinin tədbirlərində oluram, görüşlər tuturam, Cənab Nazirin, Mavinin, Fərq müəllimin, yəni görüşlərdə oluruq, biz bu məsələləri qaldırıq. Rayonda gənc yazarlar varsa, rəssamlar, bunların kitabının nəşr olunması ilə bağlı indi baxaq da, yəni keçirdiyi müsabiqələrdən, kitabların nəşri ilə bağlı biz digər rayonlarda da təşkillərimiz olur. Biz çapına kömək edə bilərik. Əlavə edin ki, mənim hər bir növbəti layihəmin mövzusunu mən yerlərdə görüşlər təşkil edərkən mövzusunu yerlərdə tapıram. Yəni, bilirəm ki, bu məsələlər insanları narahat edir, o mövzuda da biz layihə təqdim edirik. İndi istəyirəm ki, fəal olaq. Bilirəm ki, İsmailli rayonu hər zaman bizim dövlətimizə, ölkəmizə çox dəyərli insanlar bəxş edibdir. Mənim hər zaman həmkarlarım olub. Mən əvvəl televiziyada işləmişəm, orada İntiqam vardı, İntiqam müəllim. Gözəl, çox dərin tələbkar ziyalı idi. Gənc yaşından, hələ institut oxuyarkən təmasımız vardı, bir işlər hazırlayırdı. Yəni, rəhməti Musa Yaqubla yazıçılar birliyinə tanış olmuşuq. O, bizim xalqımızın çox böyük dəyərli şairidir. Yəni, mən açıq deyim, İsmailli tarixi bir bölgədir, amma bir o qədər İsmailinin tarixi, mədəniyyət abidələri ilə bağlı o səviyyədə, məsələn, Şəki qədər məlumatım yox. Mən də sizdən öyrənmək istəyirəm, istəyərdim siz də öz tarixi yerləriniz haqqında bizə məlumat verəsiniz. Bir də bizim xalqımızın belə xüsusiyyətləri var ki, təqdimat eləmək özümüzü bacarırıq. Ünsiyyətsizliyimiz var. Bəzən görürsən ki, haradasa çox istedadlı bacarıcı bir adam qalıb sakit kənarda, bir nəfər o qədər bazarı yox, o qədər təhsili yox, amma görürsən hər yerdə çıxış edir, özünün təkliflər verir, qabağa verir
və hamı da düşünür ki, bu elə buranın ən çox biləni budur. Ona görə biraz bizdə bu ünsiyyətsizlik var. Məncə bunu çalışıb aradan götürməli. Artıq bir müstəqil dövlətdir, dünyaya inteqrasiya olunur. Bütün dünyaya biz gələcək nəsil təqdim edəcəyik. Biz atalar, analar, bacı, qardaşlar, əgər biz kompleks içində olsaq, özünüz bilirsiniz ki, hər bir insan digərinə nümunədir. Evlatlarımız da bizim kimi olacaq. Görürsən, bəzən kiməsə acığımız tutur, deyirik ki, sabah gedib ona üzünə bu sözləri deyəcəm, sabah açılır, bizə gəlir, bizə sözü deyil. Yəni, biz yer gələndə həqiqəti demək lazımdır. Buyurun. Yəni, biraz ünsiyyətli olmaq lazımdır, öz təqdimatımız olmalıdır. Bunu biz, əgər öz içərimizdə təqdim edə bilmiriksə, xaricdən gələn bir turistə də təqdim edə bilməliyik öz abidəmiz. Məsələn, deyə bilmirik ki, bu Cavanşir qalası hardadır. Özünü təqdim etmək, həm də öz dövlətini, torpağını, abidəsini, mədəniyyətini təqdim etməkdir. Ona görə də birinci öz komplekslərimizi aradan götürək. Düşünürəm ki, ondan sonra biz daha işimizdə uğur əldə edəcəyik. Mən hələ ki, bu qədər danışdım. İstəyirəm ki, sözü verək Sami Zülfiyevə. Həm özünü təqdim eləsin, həm də deyirəm ki, məlumatlı olacaqdır. Bu sahədə bilirsiniz. Mən də İsmail rayon sakinləri adından, İsmail rayon ziyalıları adından ilk öncə sizə xoş gəlmisiniz deyirəm. Bizim təşkilat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmail rayon üzrə nümayəndələriyik. Hal-hazırda yoxlama olduğu üçün tədbirdə 3 nəfər iştirak edirik. Siz də Kəmalə xanım da, siz də mədəni irsimizlə bağlı geniş formada demək olar ki, məlumat verdiniz. Çox xoşbəxt bir hissdir ki, bizim rayonda insanlar dövlətə, qanunlara həmişə bir nömrəli riayət edirlər. Ona görə də bizim rayonda mədəni irsimizlə bağlı hər hansısa bir negativ hal baş verir. Yəni ki, onu biz insanlar bilməyəndə də maarifləndirici tədbirlər vasitəsilə izah etməyə çalışırıq ki, heç bir negativ hallara yol verilməsin. Onu da vurgulamaq istəyirəm ki, başqa rayonlarda abidələr ərazisində baş verən negativ hallarla bağlı dəfələrlə protokollar tərtib olunur. 1500 manatdan 3000 manata kimi də insanlar cərimə olunur. Ancaq İsmail rayonunda hələ ki, bu hala rast gəlinmir. O da İsmail rayonunun qanunlara, dövlətə sabiqliyinin bariz nümunəsidir. İsmail rayonuna demək olar ki, əvvəlcə məlumat verim Qəbələ Regional İdarəsi barədə. Qəbələ Regional İdarəsi 14 dənə rayonu əhatə edir. Qobustan xaric olmaqla Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Mincəçevir, Ağdaş, Ucar, Qəbələ, Oğuz, Şəkil, Zaqatala, Balakən rayonlarını əhatə edir. 14 dənə rayondur. Demək olar ki, bu region Qafqaz Albaniyası dövrünün abidələri ilə zəngindir. Hətta kilsələrlə zəngin olan bir rayondur, bölgədir. Bunların da içərisində xoşbəxtliyimiz odur ki, İsmail rayonunda 230-dan çox tarixi mədəniyyət abidələri mövcuddur. Onların içərisində qalalar da var, yaşayış yerləri var, məscidlərimiz var ki, tarixi məscidlərimiz var. Qədim qəbirstanlıqlarımız var. Hətta 2 dənə İsmail rayonu ərazisində 2 dənə qoruq da bugün dövlət tərəfindən mühafizə olunur. Yəni, qoruqlarımız var, Respublika ərazisində qoruqlarımız var, ancaq heç bir rayon ərazisində 2 dənə tarix mədəniyyət qoruğu düşmür. Yəni ki, İsmaildə Lahac və Bastal tarix mədəniyyət qoruqları fəaliyyət göstərir. Demək, qoruqlarımız bizim dövlət
qurumu tərəfindən İsmail rayonunda mən misal göstərdim 230-dan çox tarix mədəniyyət abidəsi var. Bizim dövlət qurumu tərəfindən bunun 70 tarix mədəniyyət abidəsi mühafizə olunur. Qalan yerdə qalan qoruqlar isə Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərdiyi üçün onlar o abidələrə nəzarət edir. İsmail rayonuna son illər gələn turistlərin sayı həddindən artırdı. Nəyə görə? Çünki Basqalda da, Lahızda da, qoruq ərazisində demək olar ki, yenidən qurma restavrasiya işləri aparılmışdır. Turistlərimiz gündən-günə artır. Hətta mən 2 gün bundan qabaq Basqal tərəfdəydim. Ora avtobus demək olar ki, xarici turistlər gəlirdi. Yəni ki, bir var ki, 5 dənə, 3 dənə gəlib, əvvəlki dövrlərdə biz məlumat verirdik ki, 3 nəfər xarici turist gəlib, bugün 3 nəfər deyil. Yəni, demək olar ki, ay ərzində yüzlərlə, bəlkə minlərlə xarici turist, yerli turistlərdən başqa xarici turistlər də rayonumuza səfər edir. İsmail rayonumuzda burada əyləşən həmkarlarımız İsmail rayon Tarix Yaşansın Muzeyinin həmkarlarıdır ki, bunlar da demək olar ki, mədəni irsimizin qorunması sayəsində böyük istisna rol oynayır. Hətta həmkarlarımız, kitabxananın həmkarları, mədəniyyət mərkəzinin həmkarları da var ki, bunlar da bizim tədbirlərimizdə bizə demək olar ki, həmişə fəal iştirak edirlər, ən yaxından kömək edirlər. Tarix Yaşansın Muzeyi mən nəyə görə misal çəkmək istəyirdim? Tarix Yaşansın Muzeyi demək olar ki, arxeoloji abidələr İsmail rayonunda aşkar olmuş, arxeoloji abidələrdən aşkar olmuş maddi mədəniyyət nümunələrinin böyük əksəriyyəti İsmail Tarix Yaşansın Muzeyində qorunur. Hətta bir dənə haşiyədən də çıxın vurğulayayım ki, İsmail rayonunda elə bir nadir eksponat var ki, dünyanın heç bir ölkəsində o eksponat mövcud deyil. Kərə yağı. Qəbirdən çıxmış kərə yağıdır ki, yəni dünyanın heç bir yerində o Xarab olmuş. Xarab olmayıb, indiyənə qədər qorumağa çalışmışıq, ancaq demək olar ki, xarab olmamışdır. Yəni ki, bizlərdən demək olar ki, qoruyub saxlanmışıq. Onu bəlkə çıxartmayaq, bəlkə ülkədən xarab olmaz. Yox, çıxartmayaq deyəndə ki, o bilmədən yaşayış evi tikmək üçün qazılan yer ərazisindən kənd özü yaşayış yeri, qədim yaşayış yeri ərazisi olduğu üçün yenə də biz xoşbəxt bir insanlarıq ki, o dünyanın heç bir ölkəsində elə bir eksponat yoxdur. Maraqlıdır. Muzeyində biz orada gəzəndə göstərilir yaxınlarda. Orada da eynisiniz, Gəncənin kərə yağı var idi. Yəni, eyni... Yox, demək olar ki, Dəmirçi muzeyi yarananda, Dəmirçi muzeyinin eksponatları bu regionun eksponatlarıdır. Hamısı elə ki, Şamaxdan götürülmə eksponat, İsmaildən götürülmə eksponat, Ağsudan, hətta baxıblar ki, biraz zənginləşdirmək üçün qıraq bölgələrdən də gətirilən eksponatlardır ki, açılış üçün gətirilmişdir əslində qalsa. Muzey eksponatı qanunla muzeydən kənara çıxarıla bilməz. Sadəcə olaraq o muzey açılışı olanda onlar daşındılar, sonradan da qalınırlar. Yəni ki, təsvir. Ancaq o eksponat sırf İsmail'ə aiddir. Yəni İsmail'dən başqa heç bir yerdə həmin eksponat daşıyarlar. O hələ qabda qalır ki, o qalır. O saxlı qabın içində olur. İndi biz onu bankanın içərisində saxlamağa çalışmışıq bu illərə qədər. İndiyənə qədər xarab olmamışdı. Yəni ki, bəlkə bir 5 il, 6 ildə saxlamaq mümkün olacaq, ancaq ondan sonra yəqin ki, çox güman ki, nə qədər o? Çəkisi nə qədər? Az bir miqdarda götürülür. Qram. 200 qram yalan yox. Yəni, bugün kərə yağı evdə salsın alırsan, axşama kimi o əliyib xarab olur. Yəni ki, yox, o vaxtın, yəni bütün torpağın altında qaldığı üçün bəlkə də keyfiyyət baxımından keyfiyyətli olduğu üçün Yəni, tək yağ yox, o ilə bərabər balda çıxırdı. Sadəcə bal gəlib çatmayıbdır, yağı gəlib. Balı gələr. Balı kim saxlayır? Yaxşı ki, yağı yeməyir. Çox gözəl, mənim çox maraqçı. Hətta İsmail rayonunda belə deyək də, biz hamımız, abidə deyəndə ümumiyyətlə, biz gözümüzün qarşısında canlandırdığımız hansısa bir qalanı, hansısa bir tikilini görürük. Ancaq abidə tək qalalardan, tikillərdən ibarət deyil. Yeraltı abidələrimiz də var ki, bizim. Onlar bizim tariximizdə, ən böyük tariximiz bizim yeraltı tariximizdir ki, bugün Tarix Yaşansın Muzeyində onlar qorunur. Təəssüflər olsun ki, bəzən tarixi abidələrin yerinin dəqiq məlum olmadığı, yəni ki, olmadığı